Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz Azərbaycan tarixindən xanlıqlar dövründə ictimai, iqtisadi və mədəni həyat mövzusudur. Bilirik ki, 18-ci əsrin ikinci yarısı Azərbaycan tarixində xanlıqlar dövrü kimi səciyyələnir. Azərbaycanda xanlıqlar dövrü 18-ci əsrin ikinci yarısından 19-cu əsrin birinci rübünə qədər davam etmişdi. Bu dövrdə Azərbaycan ərazisində 20-yə qədər xanlıq mövcud olmuşdu. Bu xanlıqların hər biri ayrıca müstəqil siyasət yeridirdi. Ona görə bu dövr Azərbaycan tarixində feodal pərakəndəlik dövrü kimi də tanınır. Bu dövrdə Azərbaycanda xanlıqlarda əsasən natural təsərrüfat hökm sürürdü. Bu dövrdə xanlıqlarda əsasən başlıca sosial təbəqələri feodal və kəndlilərdən ibarət idi. Sosial cəhətdən əhali başlıca olaraq sosial qruplar üç başlıca yerə ayrılırdı. Birinci təbəqə feodal təbəqəsi, ikinci təbəqə kəndlilər, üçüncü təbəqə isə sənətkar və kəndlilərdən ibarət idi. Feodal təbəqəsinə kimlər daxil idi? Xan, sultan, məlik, elbəy, bəy və ruhanilər feodal təbəqəsinə daxil idilər. Kəndlilər təbəqəsinə isə rəiyyət, rəncbər, elat daxil idi. Üçüncü təbəqə isə sənətkar və kəndlilər yox, sənətkar və tacirlərdən ibarət idi. Üçüncü təbəqə isə başlıca olaraq sənətkar və tacirlərdən ibarət qrup idi. Sənətkar və tacirlər. Feodal təbəqəsinin əsas hissəsini böyük əksəriyyətini kəndlilər təşkil edirdi. Dedik, kəndlərdə üç qrupa bölünürdü. Hansılardır? Rəiyyət, rəncbər və elatlara bölünürdü. Rəiyyət kim idi? Kəndlilərin başlıca hissəsini rəiyyət kəndliləri təşkil edirdi. Bunlar həm də hampa adlandırılırdı. Kənd təsərrüfatında çalışanların böyük əksəriyyəti rəiyyət özünün iş aləti, istehsal aləti olan feodaldan aldığı torpağı özü becərən kəndli rəiyyət adlandırılırdı. Bunlara həm də hampa deyirdilər. Rəncbərlər isə təsərrüfatı olmayan kəndlilər rəncbərlər adlandırırdılar. Bunlar feodalın torpağında çalışırdılar və məhsulun 2/3 hissəsini feodala vergi kimi verirdilər. Bu dövrdə həmçinin maldarlıqla məşğul olan kəndlilər isə elat adlandırılırdı. Elatlar maldarlıqla məşğul olurdular, həm də köçəri həyat tərzi sürürdülər, yarım köçəri həyat tərzi sürürdülər. Bunlar yarım köçəri həyat sürürdülər, bununla yanaşı həm də orduda da xidmət edirdilər. Elatlar rəiyyətə nisbətən daha az vergi verirdilər. Üçüncü qrupda dedi, əhalinin üçüncü qrupu sənətkar və tacirlərdən ibarət idi. Xanlıqlar dövründə idarə etmə sisteminin xüsusiyyətləri necə idi? İdarə etmə sistemi Səfəvilər və Əfşarlar dövründə olmuş idarə etmə sisteminə oxşar bir idarə etmə sistemi yaradılmışdı. Xanlıqlarda hakimiyyətin başında xan dururdu. Xanın hakimiyyəti tək hakimiyyətliyə əsaslanırdı. Bütün icra edici, qanunverici və məhkəmə hakimiyyəti xanın əlində cəmləşmişdi. İdarə etmə sistemində xanın ən yaxın köməkçiləri saray məmurları idi. Saray məmurları idarə etmə işində mühüm rol oynayırdı. Həmçinin idarə etmədə xandan sonra ikinci vəzifəli şəxs sayılırdı vəzir. Vəzir xanın idarə etmə sistemində ən mühüm köməkçisidir. Bəzi xanlıqlarda xanın yanında məşvərətçi səsə malik olan divan fəaliyyət göstərirdi. Divan hansı xanlıqlarda fəaliyyət göstərirdi? Qarabağda, Şəkidə, Qubada, Şamaxıda məşvərətçi səs hüququna malik olan xan fəaliyyət göstərirdi. Və xanın sosial dayağını kimlər təşkil edirdi? Xanın sosial dayağını darğa, yüzbaşı, kəndxuda və naiblər xanın sosial dayağını təşkil edirdi. Xanlıqda xüsusi hərbi dəstələr də vardı. Bu xüsusi hərbi dəstələr maflar adlanırdı. Maflar imtiyazlı təbəqə idi. Xan qoşununun əsas hissəsi maflardan ibarət idi. Ona görə də xanlığın təhlükəsizliyini qorumaq üçün ordunun, mafların xüsusi əhəmiyyəti vardı. Həmçinin xanlığın idarə etmə sisteminə bir daha baxaq. Xanlıqlarda dediyi idarə etmə sistemində dövlətin başında duran, xanlığın başında duran şəxs xan idi. Xan qeyri-məhdud hakimiyyətə malik idi. İcra edici, qanunverici və məhkəmə hakimiyyətinin rəhbəri xan sayılırdı. Xanlıqlarda olan məhkəmə işləri şəriət qaydaları əsasında məhkəmələr fəaliyyət göstərirdi.
Xanlıqlarda mahalları idarə edirdi. Mahalları idarə edən şəxs naib adlandırılırdı. Xan vəzifəsiz kimi naib vəzifəsi də irsən keçirdi. Lakin hər dəfə xan tərəfindən irsən keçsə də hər dəfə vəzifəyə xan tərəfindən təsdiqlənməli idi naibin vəzifəsi. Kəndləri isə kəndxuda və yüzbaşılar idarə edilirdi. Şəhərlərin idarə edilməsində, şəhərlərdə məhəllələrin idarə edilməsində şəhər ağsaqqalları mühüm rol oynayırdılar. Həmçinin şəhər ağsaqqalları məhəllələrdən vergilərin yığılmasına da nəzarət edirdilər. Həmçinin bu dövrdə xanlığın idarə etmə sistemində mühüm rol oynayan şəxslərdən biri də ustabaşılardı. Ustabaşılar şəhərdəki sənətkarlara, əsnaflara başçılıq edir. Onların inzibati, mülki məsələlərin həll edirdi. Kəndlərin idarə edilməsi isə, şəhərlərin idarə edilməsində isə şəhərləri idarə edən şəxslər Kələntər və Qalabəyi adlandırılırdı. Şəhərlərdə təhlükəsizliyin qorunması Darğanın adı ilə bağlı idi. Darğa bir növ polis funksiyasını idarə edirdi və şəhərdə təhlükəsizliyin təmin edilməsində Darğanın mühüm əhəmiyyəti, mühüm rolu vardı. Bu dövrdə Səfəvilər dövründə qalma torpaq mülkiyyət formalarından demək olar ki, istifadə edilirdi. Xanlıqlar dövründə də. Ancaq xanlıqlar dövründə yeni bir torpaq mülkiyyət forması da meydana gəlmişdi. Bu xan torpaqlarıdır. Xan torpaqları divan və xalisə torpaqlarının əsasında meydana gəlmişdi. Divan və xalisə torpaqları birləşmişdi. Bu torpaqlar birlikdə xan torpaqları adlandırılırdı. Bu dövrdə mülk vardı, feodalların xüsusi torpaq formaları idi, irsən keçirdi. Vəqif dini idarələrə məxsus olan torpaqlardır, icma cəmaata məxsus olan torpaqlardır. Bu dövrdə isə xanlıqlar dövründə ən geniş yayılmış torpaq mülkiyyət forması tiyul idi. Tiyul torpaq mülkiyyət forması şərti xarakter daşıyırdı və hərbi və müəyyən bir xidmət müqabilində verilirdi. Ancaq Səfəvilər dövründə də düzdür, tiyul irsən keçə bilərdi. Ancaq xanlıqlar dövründə tiyulun irsən keçmə funksiyası daha geniş yayılmışdı və tədricən hətta tiyul irsi sədciyə almağa da başlamışdı. Şərti torpaq mülkiyyət forması idi, ancaq irsi sədciyə alması geniş yayılmışdı. Xanlıqlar dövründə xanlıqların təsərrüfat həyatında başlıca yeri kənd təsərrüfatı tuturdu. Xanlıqlarda vergilərin toplanması üçün xüsusi bir qayda yox idi. Bu da bəzən məmurların özbaşınalığına səbəb olurdu. Ancaq əsas vergi hansı idi? Əsas vergi malcəhət vergisi idi. Malcəhət xanlıqdan xanlığa dəyişirdi. Bəzi xanlıqda məhsulun onda birini, bəzi xanlıqda isə məhsulun 1/3 hissəsini təşkil edirdi. Digər bir vergi çöpbaşı vergisi idi. Çöpbaşı otlaqdan istifadə müqabilində kəndlilərin ödədiyi vergi idi. Malqaranın otlaqlarda otlamasına görə ödədiyi vergi idi. Bağbaşı bağlardan yığılan məhsulun onda bir hissəsini təşkil edən vergi idi. Darğalıq isə vergi yığan məmurlar bəzən öz xeyirlərinə yığdıqları vergi darğalıq adlanırdı. Bayramlıq isə rəiyyətin bayram günlərində xana üçün gətirdikləri xüsusi hədiyyə bayramlıq adlanırdı. Mirzəyanə və Kələndərlik isə xan dəftərxanasında inzibati idarə etmə sahəsində çalışanlar üçün toplanan vergidə Mirzəyanə və Kələntərlik adlandırılırdı. Bu dövrdə xanlıqlarda vergilərlə yanaşı mükəlləfiyyətlər də vardı. Mükəlləfiyyətlərdən biri də biyar idi. Biyar bəy və ağa təsərrüfatında, xanların təsərrüfatında pulsuz işləmək idi. Bu bəzən ildən 3 gündən 6 günə qədər çəkirdi. Əvrəz isə dövlətə məxsus işlərdə pulsuz şəkildə işləmək idi. Əvrəzin də il ərzində 2 gün təşkil edirdi əvrəz işlərində çalışma. Bu dövrdə ümumiyyətlə xanlıqlarda təsərrüfatında əsas yeri kənd təsərrüfatı tuturdu. Azərbaycanda kənd təsərrüfatının xanlıqlar dövründə bir sıra sahələr inkişaf etmişdi. İpəkçilik, zəfəran, çəltik və şəkər çunduru, pambıqçılıq və balıqçılıq. İpəkçilik əsasən Azərbaycanın bir sıra xanlıqlarında, Şəkidə, Şamaxıda, Qarabağda, Gəncədə ipəkçilik üzrə inkişaf etmişdi. Zəfəran istehsalı Abşeronda, yəni Bakı xanlığında
zəfəran istehsalına görə məşhurdur. Çəltik və şəkər çuğunduru istehsalında Lənkəran xanlığı fərqlənirdi. Pambıqçılıqda Azərbaycanın bəzi cənub xanlıqları, həmçinin Qarabağda, Şirvanda ərazisində də əhali pambıqçılıqla məşğul olurdu. Balıqçılıq isə Kür və Xəzər dənizi sahillərində yaşayan əhali əsasən başlıca olaraq balıqçılıqla məşğul olurdu. Bu dövrdə şəhərlərə gəldikdə isə demək olar ki, xanlıqların hələ adları ilə xanlıqların mərkəzi onların başlıca şəhərləri sayılırdı. Hansılardır? Bu dövrdə 18-ci əsrdə iki yeni şəhər yaranmışdı. Yeni Şamaxı, bu da həm də Ağsu adlandırılırdı. 1734-cü ildə Nadir xan tərəfindən Şamaxı əhalisinin bir hissəsi yeni əraziyə köçürülmüş, Ağsuya köçürülmüş və burada Yeni Şamaxı adlandırılmışdı. 18-ci əsrin ikinci yarısında 1752-ci ildə Şuşa qalasının tikintisinə başlamışdı Qarabağ xanlığında. Bu da Pənahəli xanın adı ilə bağlı idi. Onun Şuşa qalasının ətrafında isə Şuşa şəhəri salınmışdı. 1752-ci ildə tikintisinə başlanılıb, Şuşa qalasının 57-ci ildə başa çatdırılmışdı. Bu şəhər həm də Pənahabad, həm də Pənahabad adlandırılırdı. Şamaxı dediyi iki hissədən ibarət idi. Yeni Şamaxı, Köhnə Şamaxı idi. Həmçinin Şəki, Bakı, Gəncə, Təbriz, İrəvan da bu dövrün mühüm şəhərləri idi. Azərbaycanın bu dövrdə ən böyük şəhəri hansı idi? Ən böyük şəhəri Təbriz şəhəri idi. İrəvan şəhəri də bu dövrün mühüm şəhərlərindən biri idi. İrəvan şəhərinə Qırxbulaq yaylasından içməli su çəkilmişdi. İrəvan şəhəri 4 dənə hissəyə bölünmüşdü. 4 dənə mühüm hissəyə bölünmüşdü. Ümumiyyətlə, bu dövrdə Azərbaycanda xanlıqlar dövründə sənətkarlıq da inkişaf edirdi. Şamaxı xanlığının Basqal, Mücü və Lahıc kəndləri sənətkarlıq istehsalına görə, bir sıra sənət sahələrinin istehsalına görə fərqlənirdi. Ümumiyyətlə, bu dövrdə Azərbaycanda bədii tikmənin bir sıra növləri də inkişaf etmişdi. Təkəldüz, güləbətin kimi toxuma sənətləri də xanlıqlarda inkişaf etmişdi. Sənətkarlar başlıca olaraq iki qrupa bölünürdülər. Hansılardır? Sənətkar sexlərinin üzvlərinə bölünürdülər. Bir də ev şəraitində fərdi əməklə məşğul olan sənətkarlara bölünürdülər. Bu dövrdə Azərbaycanda sənətkarlıq sahəsində inkişaf etmiş sahələrdən biri də xalçaçılıq idi. Quba, İrəvan, Bakı, Qarabağ və Təbriz xalçaçılıq istehsalına görə fərqlənirdi. Hətta bu dövrdə Qubada çiçi xalçaları toxunurdu. Qubanın çiçi xalçaları Londonun Victoria Walbert, New York, Amerikada, New Yorkda Metropoliten Muzeyində də nümayiş olunur. Həmçinin İrəvanda xovlu və xovsuz xalçalar toxunurdu. Bakının bir sıra kəndlərində, Qobustanda, Maşdağada özünün xalça istehsalına görə fərqlənirdi. Bu dövrdə həmçinin Qarabağın özündə də mühüm xalçaçılıq mərkəzləri fəaliyyət göstərirdi. Təbriz xalçaları da mühüm yer tuturdu. 1828-ci ildə Türkmənçay müqaviləsinə əsasən bilirik ki, Azərbaycan torpaqları iki hissəyə parçalandı. Bu hadisədən sonra Təbriz xalçaları dünyada daha çox İran xalçaları kimi tanınmağa başlamışdı. Azərbaycanda xanlıqlarda ticarət əlaqələri də inkişaf etmişdi. Azərbaycan xanlıqları bir sıra Avropa ölkələri ilə, yaxın və orta şərq ölkələri ilə ticarət əlaqələri saxlayırdılar. Bu dövrdə Azərbaycanın ticarət əlaqələri saxlamasında Bakı limanı mühüm rol oynayırdı. Bakı limanı vasitəsilə Volqa, Xəzər yolu ilə istifadə edilərək Rusiya, İngiltərə və Hollandiya ilə ticarət əlaqələri saxlamaq mümkün idi. Həmçinin bu dövrdə ticarət yollarında xanın rəhdar və bacdarları tərəfindən rəhdarı adlanan vergi də toplanırdı. Bu dövrdə bir sıra xanlıqlarda zərbəxanalar da fəaliyyət göstərirdi. Zərbəxanalar nələrdir? Zərbəxanalar pul kəsilmə məntəqələri idi, pul kəsilən yerlər idi. Xanlıqlarda Abbasi, Tümən, Qıran, Şahı adlanan pullar, həmçinin Qarabağ xanlığında Pənahabad adlanan pullardan da istifadə edilirdi. Xanlıqlarda təhsilin səviyyəsi, bu dövrdə bilirik ki, Azərbaycanda 18-ci əsrin ikinci yarısı feodal pərakəndəliyi dövrü idi. Azərbaycanda xanlıqlar şəklində mövcud olması tez-tez Azərbaycan torpaqlarının yad ellərin hücumuna məruz qalırdı. Bu dövrdə təhsil müəssisələrinə məxsus torpaqlar vəqf əmlakçıları tərəfindən müsadirə edilirdi. Bu da təhsilin inkişafına Azərbaycanda mənfi təsir göstərirdi. Məktəbə adətən şagirdlər 6 yaşdan gedirdi. Məktəblərdə ana dilini öyrəndikdən sonra daha sonra fars dilini öyrənirdilər. Bəzi şəhərlərdə hətta xüsusi məktəblər də fəaliyyət göstərdi. Məsəl üçün,
Qarabağda Molla Pənah Vaqif məktəbi, Şuşada Molla Pənah Vaqif məktəbi və bu dövrdə mövcud olan məktəblərdən biri də Molla Vəli Vidadi məktəbi olmuşdu. Bu dövrdə Azərbaycanda elmdə inkişaf edirdi. Elmdə əsasən coğrafiya və tarix elminin inkişafında bir sıra uğurlar qazanılmışdı. Coğrafiyada Hacı Zeynalabidin Şirvani coğrafiyaya aid əsər yazmışdı. Həmçinin bu dövrdə Əbdülrəzzaq Dümbili Xoy və Təbriz xanlıqlarının vəziri olmuşdu. Əbdülrəzzaq Dümbili də bu dövrün, xanlıqlar dövründən bəhs edən tarix əsəri yazmışdı. Bu dövrdə memarlıq abidələrinə gəldikdə isə əsasən memarlıq abidələrinə xüsusilə diqqət yetirmək lazımdır. Hansı memarlıq abidələr vardı? Şəkidə Şəki Xan Sarayı 1763-cü ildə tikilmişdi. Şəki xanı Hüseyn xanın dövründə inşa edilmişdi. Bunun baş memarı Usta Abbasqulu olmuşdu. Hətta 2019-cu ildə Şəki Xan Sarayı UNESCO-nun mədəni irs siyahısına daxil edilmişdi. Həmçinin Şəkidə Kərvansaray tikilmişdi. Qarabağda Bayat, Şahbulaq, Şuşa qalası, Əsgəran qalası da bu dövrün başlıca memarlıq abidələri sırasına daxildir. Naxçıvanda Xan Sarayı, İrəvanda Sərdar Sarayı bu dövrün memarlıq abidələridir. İrəvanda Sərdar Sarayı 1791-ci ildə inşa edilmişdi. İrəvanda Göy məscidin tikintisinə isə 1764-cü ildə başlamışdı. 1764-cü ildə Göy məscid tikilmişdi. İrəvanda olan memarlıq abidələrindən biri də Güzgülü salon və yay imarətgahı idi. Bakıda İçəri şəhər qala divərləri daxilində Şamaxı darvazası yaxınlığında saray kompleksi də bu dövrün memarlıq abidələrindən biridir. Bu dərsimizlə bağlı bu qədər.